Bugün danışacağımız mövzu sadece statistika değil. Bu bir nəslin taleyidir. Bugün biz gənclikdən danışacağıq. Amma güclü, şən, ümidli gənclikdən yox. Mübarizə aparan, yorulan və yavaş-yavaş itən gənclikdən. Gənclik məhv olur cümləsi. Son illər tez-tez bir cümlə eşidirik. Gənclik məhv olur. Bəs bu doğrudanmı belədir? Yoxsa bu problem həmişə olub, sadəcə indi daha çox görünür? Gənclik nədir? Gənclik bir ölkənin enerjisidir. Gənclik bir cəmiyyətin sabahıdır. Əgər gənclər ümidlidirsə, cəmiyyət irəli gedir. Əgər gənclər ümidsizdirsə, o cəmiyyət yavaş-yavaş dayanır. Bugün minlərlə gənc eyni suallarla yaşayır. Mən kim olacam? Harda işləyəcəm? Bu ölkədə mənim gələcəyim varmı? Və bu suallar cavabsız qaldıqca problemlər başlayır. İşsizlik, danışılmayan ağrı. İşsizlik təkcə pulun olmaması deyil. İşsizlik insanın özünə olan hörmətini sındırır. İnsanı cəmiyyətdən kənar hiss etdirir. Gənc oxuyur, bitirir, axtarır. Amma qarşısına ya aşağı maaş çıxır, ya da ümumiyyətlə heç nə. Aylarla iş tapa bilməyən gənc bir müddət sonra belə düşünür. Mən lazımsızam. Və bu hiss çox təhlükəlidir. Narkotik, qaçış kimi. Narkotik çox vaxt əyləncə ilə başlamır. Çox vaxt qaçışla başlayır. Stressdən qaçış, ümidsizlikdən qaçış, reallıqdan qaçış. Bir çox gənc üçün bir dəfə sınamaq kimi görünür, amma sonu asıllıq olur. Və bir dəfə asılı oldunsa, artıq həyat sənin nəzarətində olmur. Niyə məhz gənclər? Çünki gənclər hələ formalaşır, emosionaldılar, tez təsirlənirlər. Əgər ətrafda düzgün nümunə yoxdursa, dəstək yoxdursa, ümid yoxdursa, narkotik çıxış yolu kimi görünə bilir. Amma bu yolun sonu yoxdur. Əvvəllər necə idi? Bəli, əvvəllər də çətin idi. Amma bir fərq var idi. Əvvəllər gəncələrin ümidi var idi. İndi isə bir çoxu gələcəyi dumanlı görür. Əvvəllər səbr vardı, amma istiqamət də vardı. İndi isə bəziləri üçün yalnız gözləmək var. Psixoloji tərəf. Bir çox gənc depressiyadadır, amma bunu demir. Bir çoxu kömək istəyir, amma necə istəyəcəyini bilmir. Cəmiyyət isə tez-tez deyir, döz, zəif olma. Hamı belə yaşayır, amma hamı eyni cür dözmür. Ailə və cəmiyyət. Ailə yalnız yemək vermək deyil, dinləməkdir. Cəmiyyət yalnız tənqid etmək deyil, yol göstərməkdir. Əgər gənc yalnız qınanırsa, amma başa düşülmürsə, o gənc uzaqlaşır. Çıxış yolu. Bəs çıxış yolu varmı? Bəli, amma bu bir günə olmur. İş imkanları lazımdır. Psixoloji dəstək lazımdır. Gənclərə inanmaq lazımdır. Çünki gənclik məhv olmur. Gənclik sadəcə tək qalır. Final. Səncə problemin kökü nədir? İşsizlik, ümidsizlik, yoxsa laqeydlik? Əgər bu mövzu sənə toxunubsa, susma. Çünki susduqca problem yox olmur, əksinə böyüyür.